Salam dəyərli izləyicilərimiz, hər vaxtınız xeyir. Bugün sizə belə bir şəxsi tikiləyət evi çəkib təqdim edirəm. Bu bizim giriş darvazamızdır. Darvazda evə qədər hansı bir rahat 3 dənə maşın yerləşən belə maşın gerisi var. Ümumi ev isə 4 sota yaxın torpaq üzərində tikilir. Uzun illərin evidir. Burada üzüm tənəyidir belə. Evimiz tam qoşadaşdır, 100 kvadratdır. Evin sağına, soluna, arxasına keçməyə yeri var. Mən sizə sol tərəfdən göstərim. Evin arxasında da torpaq sahəsi var. Burada altı zirzəmidir. Keçir evin arxasına. Burada belə bir yeri var. Toyuq damısıdır, əl damısıdır. Buranı da əkirlər. Keçir indi evə. Bu da bizim evimiz. Kürsülü evdir. 4 daş kürsülərlə tikilib. Sağ tərəfdə evimizin belə bir hamamlı ayaq yolsudur. Daxil olduq evimizin içinə. Bu sol tərəfdə iri bir qonaq otağıdır. İri bir qonaq otağıdır. Burada yataq otağıdır. Otaqların hamısı iridir. Böyle bir yataq otağı. Burada da ki bir dənə yataq otağı. 3 dənə yataq otağıdır. Bu da ki evimizin mətbəxi. Mətbəx verildi. Qaz, su, işıq hamısı daimi. Su xətti 2 ədəddir, su xətti var. Yəni fasiləsizdir, 2 ədəddir. Yerləşmə yeri Masazır qəsəbəsində, Masazıra qalxanda Heydər Əliyev plakatından soladır. Bax, belə bir yataq otağıdır. Qiymət 77.000 manatdır. Kim alsa Allah xeyir versin.